Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Düz podkastın yeni efirindəyik. Bugün yenə də çox maraqlı bir qonağımız var və düşünürəm ki, sizin diqqətinizi çəkəcək, dinləmək istədiyiniz mövzulara toxunacağıq. Belə ki, qonağım psixoloq Vəfa Rəşidova Dəmir bizimlə birlikdədir. Nədən danışacağıq bugün Vəfa xanımla? Son günlər yəqin ki, sosial şəbəkələri izləyirsiniz. Ümumiyyətlə mütəmadi olaraq bu barədə xəbərlər verilir, yayılır. Şiddətdən danışacağıq. Ailə daxili şiddət, cəmiyyətdə olan şiddət, iş yerlərində olan şiddətlər və eyni zamanda sərhədlərimizdən danışacağıq. Biz nə zaman sərhədlərimizi belirləyə bilmirik, nə zaman bir sərhəd çəkə bilmirik və bu nə ilə nəticələnir? Əslində insanın sərhəddi harda olmalıdır? Bunlardan danışacağıq. Xoş gəlmisiniz xanım, xoş gördük. Mən də xoş gördüm sizi. Necəsiz? Əla, yaxşı. Çox təşəkkür edirəm. Əla deyəndə ki, çalışırsan ki, bizim bu elə bir ortamlarda oluruq ki, elə bir cəmiyyətdə yaşayırıq ki, əla tam əla olmur. Hə, tam əla olmur, amma çalışırıq ki, yaxşı olaq. Yəni, çalışırıq. Toparlanaq. Bəli. Çünki situasiyalar insanı yora bilir, situasiyalar insanı biraz narahat edə bilir. Hər şey. Yolda gedirsən, adi bir maşın sürürsə, o belə səni narahat edə bilər. Ona görə çalışırsan ki, maksimum dərəcədə o stresi belə də ələ ala biləsən. Stresi ümumiyyətcə yönətə biləsən. İdarə eləyə biləsən. Bəli. Biz hər şey elə bilirik ki, hər şeyi idarə edirik, amma heç nə idarə eləmirik əslində. Əslində bir döngü çarx var. Bəli, həmin çarx fırlanır, sadəcə biz həmin axarda gedirikmiş kimidir. Vəfa xanım, gəlin elə ondan başlayaq. Məsələn, siz deyirsiniz ki, cəmiyyətdə yaxşı olmağa çalışıram. Təbii ki, psixoloqlarda biraz mövzu daha dərindir. Çünki məsələn biz kənardan hansısa hadisələri görürüksə, həmin hadisələrin iştirakçıları birbaşa bəzən sizə üst tuturlar. Təbii ki, psixoloji dəstək alırlar. Və mən efirdən əvvəl də sizlə danışanda dedim, mən mütəmadi olaraq sizi izləyirəm və heç zaman sizin xəstəliklər barədə danışdığınızı görmüşəm, amma hər hansı bir pasiyent üzərindən danışdığınızı görməmişəm. Hekayələriniz çoxdur. 15 ildir siz fəaliyyət göstərirsiniz. 15 ildə təbii ki, çox belə deyək də hadisələrin şahidisiniz, həm də ki, gəlib danışıblar, bilirsiniz. Ümumiyyətlə, necədir indiki zamanda bu şiddət? Niyə bu qədər çoxdur? Məsələn, siz ümumi sual verəcəm mən sizə. Yenə də hər hansı bir pasiyent üzərindən bilirəm danışmayacaqsınız, amma bu qədər şiddət niyə artıb? Artıb, mən deməzdim. Yəni, ola bilər, artıb siz nə deyirsiniz? Sadəcə sosial şəbəkələr bunu çox göstərir. Bizə elə gəlir ki, artıb, amma bizdə həmişə olub da şiddət. Yəni, bu yenilik deyil ki. Bu elə insanlar deyir ki, aqressiya artıb, nə bilim şiddət artıb. Artmayıb, elə sadəcə göstərirlər də. İndi bunu göstərirlər. O vaxtı göstərmirdilər, indi göstərirlər. Məsələn, saytlar. Kim kimin başını kəsdi, kim kimi vurdu, kim kimi söydü. Bunları göstərir. Amma bundan öncəki illərdə bu göstərilmirdi və biz elə bilirdik ki, hər şey güllük gülistanlıqdır. Yəni sadəcə bizim cəmiyyətdə bizim o xəmir yoğrulur da, belə yoğrulub. Bizim cəmiyyətin insan psixologiyası şiddətsiz, məsələn deyəndə ki, şiddət olmaz, şiddət göstərməyin evladlarınıza, xanımınıza, bəyinizə məsələ deyirəm. O dəqiqə sual gəlir ki, sizin evladınız var və yaxud sizin evladınız onu görəcəm necə şiddət göstərəsən yoxsa yox, məsələn. Bu nədir? Bu özün müdafiə mexanizmidir. Bu özünə nətər deyim, situasiyaya don geyindirməkdir də. Şiddət göstərən adamın öz hərəkətinə geyindir don. Bəli, öz hərəkətinə göstərdiyi dondur yəni. Ki sən axı bax sərhədlər də oradan gəlir. Sən o sualı verməyin heç doğru deyil. Ki sənin uşağın var, ərin var, həyat yoldaşın var. Siz evlisiniz deməyim belə, sən sərhədləri aşdın da. Yəni mövzu bir insanın üzərində gedirsə, məsələn bir insan terapiya alırsa seans zamanı, onun psixoloqa bu sualı verməsi absurddur, doğru deyil. Sərhədləri aşmaqdır və özünü yenə də ertələyir, geri atır ki, ondan o yayınsın ki, yəni şiddət. Çünki o bilir ki, psixoloqa gəlibsə, bütün həqiqətlər orada danışılmalıdır və seansda heç kimi yargılamır. Psixoloq sənə çönüb deməyəcək ki, niyə görə bunu sən etmirsən? Bu şəkildə hansı psixoloq davranır ki, ən azından peşəkar psixoloq belə davranmayacaq. Amma məsələ burasındadır ki, o qarşı tərəf elə başa düşür ki, ona o göstərdiyi şiddət
İndi burada psixoloji şiddət kimi geri dönəcək ona. Başa düşürsüz necə? Psixoloji şiddət də nəyi deyirik biz sözəl olaraq, sözdə olaraq, sözdə baskı göstərəcəyik, elə başa düşür. Və onun üçün artıq şuurunda, düşüncəsində normativə çevrilib. Ən acınacaqlı vəziyyət budur. Məsələn, mən həmişə deyirəm ki, travma normal bir şeydir. Amma yəni hər birimiz travma yaşaya bilərik. Amma o travmatik hadisə diri qalıbsa, davamlı şəkildə davam edirsə, fəlakət, dəhşət ordadır. Biz necə? Məsələn, travma biz də verə bilərik kiməsə bilmədən, məsələn, və yaxud biz psixoloqlar çalışırıq verməyək, amma hər halda da, yəni insanlıq halıdır. Ola bilər yəni. Yəni ola bilər. Amma ki, tutalım o hal dəyişmirsə və o hal 2-3 davam edirsə, bu travma deyil, artıq travmaya şükür edəcək. Yəni bu artıq davamlı şəkildə baskı, orada pislik, orada artıq sərhədlərdən heç, yəni orada danışa bilmərik. Sayğısızlıq, təbii ki, indi bu sayğısız, hörmətsizlikdə, yəni insanlar deyəcək ki, indi başqa. Amma məsələ burasındadır ki, o hörmətdən danışanda elə bilirsiniz necə reaksiyalar görürəm. Elə bil ki, köhnəlilmiş bir nədənsə danışıram. Elə bil ki, geridə qalmış bir şeydən danışıram da, yəni hörmət. Deyəndə ki, bir-birinizə hörmət yoxdur da, ailə daxilində şiddət göstərirsiniz bir-birinizə. Yəni o eşidilmir çox. Yəni onu o belə bilirsiniz necə? Belə qeydə alınmır da orası. Yəni hörmət elə bir ki, unudulub da, bildiniz necə. Yəni amma hörmət anlayışı belə deyək, onların anlayışlarının içərisinə daxil deyil. Daxil deyil də, ya da nə zamansa daxil idi, indi çoxdan çıxıb artıq ki, artıq orada şiddət var da. Yəni bir insan bir insana şiddət göstərməsi. Keçən dəfə saytda bir müsahibə verirəm, soruşurlar ki, sual edirlər ki, niyə görə şiddət var? Deyirəm ki, elə hesab eləyin ki, meşədə gedirsiniz. Meşədə gedirsiniz, qarşınıza bir ayı çıxdı. Ayının super egosu yoxdur. Sadəcə idi var, yəni heyvani hissləri var. Tanrı, Allah bunu belə yaradıb, heyvani hissi və ona görə də adı heyvandır. Və insanı yaradır. İnsana ego, mən və super ego hissini verir, şuur verir. Və biz super ego və egonan pis və yaxşı vərdişlərimizi, hərəkətlərimizi nizamlamalıyıq normal olaraq. Şiddət göstərən insan həmin o ayı kimi idi ilə hərəkət edir. Yəni id heyvani hissi ilə hərəkət edir və ona görə də ortada nizam pozulur. Orada təbii ki, hörmət. Ayı necə anlaya bilər ki, qarşıma insan çıxıb ona hörmət eləyim. Həmin baxa o insana bunu çevirin, o situasiya eyni vəziyyət yaranır. Həmin o ayının şuursuz vəziyyəti necə bizim üzərimizə gəlib parçalayır. Bax, həmin o insanlar da bir-birinə fiziki şiddətdən söhbət gedir, göstərən insanlar da bax o şəkildədirlər. İstəyirəm özlərini kənardan görsünlər. Çox vaxt özlərini kənardan görmürlər. Deyir ki, hirsləndim elə. Xeyr. Yəni hirslənəndə insan özünü idarə etməyə bacarmalıdır. Amma necə olur ki, sən deyirsən ki, hirsləndim. Sən maşında da hirslənirsən də, get vur da birini, ikisini, üçünü, vura get də maşında milləti. Niyə əzmirsən cəmaatın maşını? Demək ki, orada dayanacağın yeri bilirsən. Bilirsən. Amma içəridə əsəbisən, söyürsən, vurursan, nə bilim, svetoforu da az qalır söyürsən, adam şəklində görürsən onu. Necə olur ki, svetoforda sən qırmızı işıqda dayanırsan? Çünki sənə cərimə yazılacaq və yaxud da ki, orada hadisə baş verəcək. Orada dayanırsan, amma evdə şiddət göstərəndə sən əsəbi idin. Aldatmayaq da özümüzü. Sənə haqq qazandırmır yəni. Demək ki, don geyindirmək lazım deyil. Lazım deyil. Deyirəm ki, mən kontrol edə bilmirəm özümü. Mənim öfqa kontrol problemim var. Mən sinirimi kontrol edə bilmədim. Heyvani hisslərlə davrandım. Bitdi. Bu daha səmimi olacaq. Nəinki sən get bir dənə tanınmış bir vəzifə adamını döy də görüm edə bilərsən onu. Mən həmişə elə deyirəm. Deyirəm ki, məsələn tutalım
ən çox kimi sevirsiniz, hörmət edirsiniz? Məsələn, deyir ki, atamı. Deyirəm, atana o davranışı və yaxud müdürüvə, ay sağ ol. Müdürüvə, hə? Müdür oradan sənə maaş verir, sənin o gəlir yerində, işindir, sevdiyin, sevmədiyin fərq etmir. Sən müdürüvə o şiddəti göstərə bilərsən. Bir dənə göstər də bir dəfə. Göstərə bilməyəsən. Hə, məsələ burasındadır ki, şiddət göstərən adam mütləq şəkildə qarşısındakı insanı zəif görür. Aşağı görməlidir ki, onu eləsin. Mümkün deyil ki, o onu belə özü frekansda görsün, düşünsün onu haqda və yaxud da ki, yüksəkdə görsün və o şiddəti göstərsin. Ya onu maddi aşağı görür, maddi aşağı görür. Orada maddiyyat rol oynayır. Buna mən sizə əminliklə deyə bilərəm. Çünki praktikam bunu göstərdi. Bütün hadisəli travmalar, bütün şiddətlərin altında çox qəribədir ki, maddi məsələ dayanır. Sözünüzü kəsəcəm, bir sual verəcəm. Məsələn, belə deyək. Bizim üst qonşumuz var. Bu bina evlərində üst qonşu, alt qonşu biraz yaralı yerdir. Bəli. Deməli, bir var ki, qadını döymək, bir də var çox üzr istəyirəm, heç yaxşı ifadə olmayacaq, amma top əvəzi çiləmək. Yəni bu bəy həftədə ən azı 2-3 dəfə bu qadını elə bir şəkildə döyür ki, yəni məsələn dünən, yəni dəhşətli bir səs, yəni o səs hansı işgəncədə insandan o səs çıxar, mən onu bilmirəm. Yəni təəssüf ki, günün-gün orta vaxtı. Və indi belə bir şey deyək də və qadını işləməyə qoymur. O qadın işləmir, evdar qadındır. Məsələn, necə ola bilər ki, tamam sən bunu işləməyə qoymursan, özündən asılı vəziyyətə salırsan və siz dediyiniz maddiyyat burada önə gəlirsə əgər, bu həm işləməyə qoymur, həm özündən asılı vəziyyətə salır, eyni zamanda ona şiddət göstərir. Şiddət göstərə bilmək üçünmü onu o vəziyyətdə saxlayır? O, bəli, o güclənəcək o xanım. Maddi rifahı olan insan istər-istəməz toparlı olur, ayaq üstə dik dayanmağı bacarır. Az və ya çox fərq etmir. Amma maddi rifahı aşağı olan və yaxud da ki, hər dəfə ondan asılı şəkildə ondan maddiyyat istəyəndə o elə o tipaj bəylərin xoşuna gəlir. Məndən asılıdır, mənimdir. O artıq manipulyasiyaya girir. Artıq onu manipulyasiya edir və şiddətə məruz qoyur, daha da zəiflədir ki, sən güclü ola bilməzsən. Bir növ həm də egosunu mu təmin edir ki, mən ona lazımam, mən diqqət mərkəzində mənəm. Egosunu təmin etməkdən çıxır bu artıq, bilirsiniz. Elə vaxtda elə situasiyalarla rastlaşıram ki, nəzəriyyə orada zəif qalır da. Yəni Freydin nəzəriyyəsi, Jungun nəzəriyyəsi, ümumiyyətcə həqiqətən də nəzəriyyələr bizə aid deyil. Çıxır. Çünki bayaq dedim axı, niyə elə belə vurğulamadım axı heyvani hisslər. Mən elə belə vurğulamadım, bildiniz necə? Çünki insana hörmət olmayan yerdə, cəmiyyətdə, otaqda, evdə durulmaz. Yaşanılmaz. O bəy əmin olun ki, o xanımın bir zəif nöqtəsini bilir. Ya bilir o getməz, ya bilir onun gedəcəyi bir yer yoxdur, ya bilir o nə ilə dayanacaq, bir həftəlik pulu olarsa onunla keçinəcək. Yəni o onu bilir, zəif yerini. Necə narsist insanlar zəif yerini tutur, öncə yığır içinə, sonra sənə qarşı bunu istifadə etməyə çalışır. Bax bu şəkildə o bəyin, bax fakt indi siz dediyiniz vaka üzərindən danışırıqsa, o bəyin çox güman ki, indi biz onu tam seans etmədən də, amma situasiyalar çox olub belə bilirik də artıq. Yəni A deyəndə artıq B-yi anlamaq olur. Bilirik ki, nədir səbəb vardan gəlir. Yəni bu şəkildə. Yəni mənə tabe olmalısan. Yəni qadına çox vaxtı bir fərd kimi, şəxsiyyət kimi baxılmayanda, məsələn, onun bir səhvi ola bilər və yaxud mənfisi ola bilər, onu olduğu kimi qəbul etmir də o insan, bildiniz necə? Onu qəbul etmədiyinə görə də ona qarşı bir sayğısı da yoxdur. Amma gedib sayğı göstərdiyi adamları görsünüz, irgənərsiniz də, o da var yəni. O da var. Hə, bu insanlar... O maraqlı məqamı idi. Siz üstündən keçirsiniz, ona amma maraqlı məqamı idi. Yəni, bu da var. Bəli, yəni situasiyalar belə cərəyan eləyir və xaos başlayır. Qayda, qanun, sərhədlər olmayan yerdə xaos başlayır. Çünki məsələn, mən həmişə deyirəm ki, qadınlara, həyat yoldaşınızı dostunuz frekansına gətirib qoymayın. Dost olmayın onunla. Bəs niyə bəzən deyirlər ki, həyat yoldaşı, yaxşı yoldaş əslində dost olmalıdır birinci? Dost, baxır indi harada necə. Məsələn, indi mən sizə bunu açıqlayayım da. Məsələn, dost var ki, xanım var ki, gəlir bütün yaşadıqlarını, məsələn, tutalım işdə, rəfiqələri ilə, nə bilim, anası ilə, bacısı ilə, qardaşı ilə yaşadığı bütün sorunları, problemləri yoldaşına danışır. Dost kimi görür onu.
Ola bilsin çox güvənir ona, deyir etməz. Zaten etməz dediklərimiz etmədimi? Yəni xanımlar burada diqqətli olmalıdır və çox mövzuları, onları bəlkə də onlar yüklənirlər. Bu artıq başqa mövzudur, amma danışmayın da, o sizin həyat yoldaşınızdır, sərhəd məsələsi. O istəmirsən onu dostu kimi o şeylərlə yükləyəsən, bildiniz necə? O sonra aqressiya kimi qayıdacaq. Onu bir şəkildə sənə yaxşı olmayan bir şəkildə qaytaracaq. Bu o qədər incə bir məqamdır ki, bunu gərək illərlə müşahidə edib, diqqət edib onu ortaya çıxardasan da o fikri. Çox adam deyir ki, necə yəni biz həm dostluq, həm sevgiliyik. Əzizim, elə olmur. O deyil. Özünü aldatma. Sənin rəfiqən də olmalıdır, sənin bölüşdüyün bir insan da olmalıdır. Nə bilim, psixoloqun yoxsa bir dostun olmalıdır, amma həyat yoldaşına psixoloq kimi davranma. Yəni o sənin psixoloqun deyil. Və o sabahlarım sən əsəbi olduğu vaxtda, çünki kişi psixologiyası fərqlidir, kişi beyni fərqlidir. Onlar başqa cür düşünürlər, onlar daha soyuq düşünürlər. Yəni yaradılışdan Allah bunları belə yaradıb, amma dəlalət eləmir, yəni o gəlsin, o informasiyanı toplasın, sonra sənə qarşı suyu istifadə etsin. Ona yenə də dəlalət eləmir. Amma bu artıq daxili mədəniyyətdən söhbət aça bilərik burada artıq. Niyə? Çünki daxili mədəniyyət nədir? Psixoloqlar niyə fərqlənir? Gəlin cəmiyyətdə də, yəni demirik biz Şah İsmail Xətayinin nəvələri. Amma yəni demək istəyirəm ki, nədən fərqlənir? Çünki bizim empati hissimiz var və biz aldığımız informasiya insanların üzünə vurmağı vərdiş etməmişik. Bəli. Yəni o bizim xarakterimizdə yoxdur. O bizdə qalmalıdır. Bizə elə öyrədiblər dərslərdə, bildiniz necə? Məxfilik. O məxfiliyə görə bizim artıq o canımıza hopub. Biz görürük, bitdi. Orada da bitir bizim üçün. Görürük, eşidirik, orada da dayanır bizim üçün. O ikinci, üçüncü adama gedə bilməz məsələ. Yəni bildiniz necə? Yəni amma insanlar elə deyil ki, hamı elə deyil ki. Bəli. Bildiniz necə? Hələ indiki zamanda yəqin ki, mənlə razılaşarsınız. Daha çox empati hissi olmayan insanların belə deyək, psixoloji təsirindən əziyyət çəkirik kimi gəlir mənə. Empati hissi çox aşağı düşüb, azalıb, bəlkə də yox dərəcəsindədir. Bilirsiniz niyə? O qədər paylaşdılar ki, peşəkar, qeyri-peşəkar insanlar özünü sev. Sən bir dənəsən, sən həyatsan, səndən yoxdur. Başa düşürəm. Hamıdan onsuz da bir dənədir. O qədər bunu belə bu şəkilə saldılar ki, hamı dedi ki, mənəm də burada. Yəni düz anlamadılar. Bu özünü sevi də düz anlamadılar. Özünü sevi belə düz anlamadılar. Özünü sev nə deməkdir? Sən özünə dəyər verməlisən, sərhədlərini qorumalısan, özünə zaman ayırmalısan, sağlığına baxmalısan, psixologiyanın görəvində dayanmalısan. Özünə sevləri bunlar mənəm demək kimi anladılar deyə bu günlərin empati hissi öldü. Yəni empati hissi də öldüsə bir toplumda, bir insan içində, orada biz artıq heç nədən danışa bilmərik də. Orada təsəvvür edin ki, bir insan hər yerdə deyir ki, mənəm. Savadlı, savadsız, başaran, başarmayan, hamı deyir ki, mənəm. Adi yol keçirsə, hamı deyir ki, mən birinci keçməliyəm. Amma niyə birinci keçmədilər, onu başa düşmürəm. Onsuz da bu yoldur və sən keçəcəksən. Görürsünüz necə? Empati hissi ən önəmli bir məqamdır ki, hamı, bilirsiniz, maddiyyata da çox önəm verildikdən sonra bu vəziyyət ortaya çıxdı da. Ona niyə az, mənə niyə çox, ona niyə mənə az, mənə çox, ona çox. Bu kimi şeylər də öldürdü o empati hissini. Və insanlar artıq bu davranışlara vərdiş etdilər, təəssüf olsun. Yanlış davranışlarımızın nəticəsində hisslərimiz bir növ dəyişir. Məsələn, apatiya vəziyyəti, bir çox insanlarda apatiya vəziyyəti. Yəni heç nə hiss etmirlər, bildiniz necə? Hiss etmirlər, hissiyat demək olar ki, belə mut edədir də, belə deyək. Robotikləşmiş insanlar deyək də, yəni bu şəkildə. İndi cəmiyyətdə bilirsiniz nə qədər elə insanlar var və nə qədər elə cütlüklər var ki, bir yerdə yaşayırlar, amma apatiya durumundadılar. Yəni heç nə bir-birlərinə qarşı hiss etmirlər. Onlarda niyə problem? Zaten onlardadır problem. Niyə görə? Çünki şiddət dedi ya, şiddət gətirir, çıxardır apatiya vəziyyətinə. Artıq sənin üçün fərqi yoxdur. Kim gəldi və kim getdi? Kim nə yedi, kim nə içdi? Yəni çünki öldürüb də hisslər ölüb artıq orada. Bildiniz necə? Və ən gözəl hissləri şiddət öldürə bilir. Şiddət olan yerdə güllər açmaz, güllər solar yəni. Siz nə edirsinizsə edin, zərrə qədər bir şiddət varsa, bir uşağa qarşı, bir yeniyetməyə, bir xanıma qarşı, bir bəyə qarşı varsa, bilin ki, orada heç nə yoxdur.
Və xanım, psixoloji şiddət və fiziki şiddət deyə ayırsaq, yəni tərəzinin gözünə qoyulsa necə? Nə qədər gözəl bir məqama toxundunuz. Eynidir. Mənim üçün eynidir. Ha sən bunu fiziksel olaraq vur, ha saçından tut, ha şillə vur ona, ha o sözü de. Dərindən düşünən insanlar, indi bizi izləyən insanlar qoy düşünsünlər. Heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur ha. Yəni eyni ağrını verir. Bəzən psixoloqlar deyir ki, fiziki şiddət tez unudulur. Psixoloji şiddət qalır. Siz nə danışırsınız? Necə şiddəti ayırırıq? Şiddət şiddətdir də, şiddətin adı üstündədir də şiddət. Siz söyürsənsə o insanı, onun sən şəxsiyyətinə toxundun da, ha vurdun, ha toxundun şəxsiyyət eyni şeydir. Yəni bunu ayırt yəni ayrı-ayrı düzgün ona görə bu vəziyyətdədir də cəmiyyət. Məsələn, söyür-söyən adam deyir ki, neynədim? Vuran deyir, söymədim ki, vurdum da. Hə, düzdür. Onu sosial şəbəkələrdə eşidirik. Deyir ki, vurmadım ki, söydüm və ya söymədim ki, vurdum. Aysa, yəni söyən də deyir, neynədim ki, vurmadım ki. Görsüz bəraətlərə. Amma eyni frekansda, eyni tərəziyə qoysan eyni bir şeydir. Qarşı tərəfdə eyni nəticələr. Hörmət olmuyor, hörmət yoxdur orada. Yəni sayğı yoxdur və sən də o artıq o şeyləri edə bilirsənsə. Yəni biz hansı insanlıqdan, hansı mədəniyyətdən danışa bilərik? Və xanım, bir neçə gün əvvəl yəqin ki, siz də oxudunuz sosial şəbəkələrdə. Məsələn, yoldaşının başını kəsdi, sonra da özü intihar elədi. Bax, mənə indi təbii ki, biz o prosesi içdən bilmirik, amma çoxluqla, məsələn, həyat yoldaşını öldürüb sonra intihar edən insanlar peşman olduqları üçünmü, yoxsa qorxduqları üçünmü intihar edirlər? Bunu gəlin belə deyək də, ədalətli cavab olsun istəyirəm. Peşman olan insanlar da var. Qorxan insanlar daha çoxdur. Yəni mən də elə onu bilmək istəyirdim ki, yəni qorxan insanlar daha çoxdur. Bilirsiniz, bilir ki, şiddətli şəkildə cəzalanacaq. Ya o öldürdüyü ailənin tərəfindən, ailəsinin üzvləri tərəfindən, ya həbsxanada, ya bir şəkildə dözmədiyi bir məqam var orada ona görə. Hə, amma peşman olan insan biraz biraz çox onu analiz edib danışmaq lazımdır da, elə hə peşman oldu, belə tez cavab vermək olmur. Bəzi şeylər var ki, uşaqlıqda mən başa düşürdüm, bəzən insanlar, böyük insanlar danışanda görürdüm ki, gec cavab verirlər. Və ya dayandı, məsələn atam məsələn və ya əmim dayandı, sonra cavab verdi. Deyirdim ki, bunlar niyə dayanıb sonra cavab verirlər? Və ya niyə çox suala cavab vermirlər? Həqiqətən də insan olğunlaşdıqca, yaşadıqca və cürə hər cür situasiya gördükcə başa düşür ki, bəzi məqamlar var ki, elə orada dayanmaq, susmaq lazımdır. Çox onu həmən cavablandırmaq doğru olmur. Çünki fərdlər, insanlar fərqlidir, situasiyalar fərqlidir. Başa düşürük. Amma istənilən halda şiddətə biz don geyindirə bilmərik də. Yəni bunu neynəsən də, hara fırlasan da yenə də gəlib dayanırsan. Bir şeyin üzərində sən orada ədalətsizlik etdin. Sən o insanı heçə saydın və şiddət göstərdin. Bitdi. Yəni budur. Mən bipolaram, mən psikopatiyayam, mən nevrozam, əzizim. Bunların yolları var. Sən bunların müalicəsini edə bilərsən. Sən axı bilirsən, məsələn, hər bir insan öz mənfisini bilir, anlayır, başa düşür və bilir ki, burada bunu etməsə, burada sussa, burada dayansa, burada məsələn tutalım adi bir hər bir şeydə bunu yesə allergiya olacaq. Necə bunu bilirik, yemirik ki, allergiya olacaq, hə? Görsüz insan ego məsələsidir. Hə. Amma sən bilirsən ki, sən nevrozsan və sən özünü kontrol edə bilmirsən, məsələn, və yaxud da ki, müəyyən bir diaqnoz daşıyırsan da, yəni diaqnozun var, bunu belə də qulaq ardı edirsən. Bilirsiniz niyə? Çünki ona sərf eləyir o vəziyyət. Ona sərf eləyir. Bilirsiniz niyə sərf eləyir? Çünki onunla susublar. Onu diniblər də, yəni onun qarşısında onu kimi davranan olmayıb. Bildiniz necə? Ona görə o vəziyyətdən məmnundur. Yəni elə belə deyək də bu əsəbidir, bu psixopatdır, yola verin, getsin deyib o qədər cəmiyyətdən bir növ dəstək alıb ki, o da eləyəcəyi hər şeyi bunun altında gizlədir, ürəyi istədiyi kimi davranır. Şiddət göstərmə özü kökündə davranış
pozuntusudur. Bu davranış pozuntusudur. Uşaqlıqdan qalan korreksiya olunmayan davranış pozuntusudur. Mən kimsəni incitmək istəmirəm. Sadəcə istəyirəm ki, insanlar bir şəkildə anlasınlar ki, bir yerdə dayanmalıyıq da. Yəni nə qədər başlar kəsiləcək, nə qədər qadınlar öləcək, nə qədər kişilər nə bilim aşağılanacaq sözlərlə. Nə qədər bu davam edə bilər axı? Yəni axırı bir yerdə dayanmalıyıq və bunu dayanmaqdan ötürü səhvimizi görməliyik də kənardan. Yəni kənardan özümüzə baxmalıyıq. Yenə deyirəm, bayaqlara müəyyən bir notlar verdim də, yəni oxşarlıqlar verdim. İstəyirəm ki, bu şəkildə insanlar bir özlərinə, məsələn, güzgün qabağında, mən bəzən pasiyentlərimə də deyirəm ki, bəzən çətinlik olanda və yaxud görürsüz, hədsiz dərəcədə siz kontrolu itirirsiniz, heç olmasa bir güzgün qabağında dayanın, oturun, söhbət edin üstünə. Həqiqətən də, yəni pik nöqtə. Yəni niyə görə? Deyəcəklər ki, o anda mən onu eləyə bilmərəm. Əzizim, sizə nə sərf edirsə, siz onu edirsiniz. Sizə sərf edəni edirsiniz. Bitdi. Vəfa xanım, bu şiddətdən danışarkən ən çox adətən belə görürük ki, xanımlara şiddətdən danışırıq. Bəylərə heç mi şiddət yoxdur? Bəylərə də şiddət var. Biz bəylərə olan şiddət sadəcə bəylər susurlar. Bəli, susurlar. Abırlarına qısınıb susurlar. Yəni bunu... Bir də cəmiyyətdə yəqin ki, qadın qədər dəstək almır bəylər ona görə. Yəni. Güya qadın, şiddət göstərən qadın susur, o da susur, o da utanır, o da danışa bilmir. Niyə? Gedib qaynanasına, baldızına danışacaq, sevinəcəklər ki, aha, axır ki, döyüldü. Gəlin açıq danışaq da. Bəli. Sevinəcəklər. Təəssüf. Hə, axır sən də döyüldün, çox hava ilə gedirdin, deyəcəklər. Bəli. Vallahi deyəcəklər. Hə. Gedib ailəsinə danışacaq. Ailəsi də aciz hiss edəcək özünü, deyə bilmir ki, boşan. Deyə bilmir onu. Bizim cəmiyyətdə hələ bunu boşan falan rahat deyil də demək. Ona görə məcburdur sussun, abırına qısınsın. Bir şəkildə o situasiyadan çıxmağa çalışır. Hansı ki, tək çıxa bilməyəcək xanım. Eləcə də kişilər də, yəni abırlarına qısınıblar. Niyə? Mən sizə bir şey deyim. Kişilərin də belə bir bu kateqoriyalara ayıraq da bu məqamları. Məsələn, elə kişi var ki, öyrənilmiş çarəsizliklə yaşayır özü üçün. Necə? Məsələn, tutalım qadını hər gün, hər dəqiqə ona şiddət göstərir. Düzdür. Adını qoyub ki, uşağımız var. Hə, öyrənilmiş çarəsizliklə artıq öyrənib onun üçün normativdir, artıq onun üçün normaldır. Fikirləşir ki, sonra gedib nə edəcəm ki, o qədər özünə güvənmir ki, gedib bir də mən xanım sevəcəm, kimisə sevəcəm, kimisə evlənəcəm. Hansı ki, yəni onu bir dəfə edirsən, amma ki şiddəti hər gün ömrün sonuna qədər yaşayacaqsan da. Yəni bunu da analiz etmək bacarığı lazımdır da insanda. Bunu da bacarmaq lazımdır. Amma ki anladılar ki, yəni uşağımız var. Amma mən məsələn belə bir ailə ilə rastlaşdım. Şiddət görür kişi hər gün, hər saniyədə vilka götürəndə də, bıçaq götürəndə də, çay içəndə də aşağılanır yəni. Əlbəttə ki, yəni sən səhvsən, sən səhvsən, sən səhvsən. O da o yolu verib də artıq. Bir dəfə yolu verib, artıq yol açıqdır. Və ondan sonra da ki, bir uşaq var ortada, deyir ki, mən istəyirəm ikinci uşağı. Hə, deyirəm, artıq öyrəşmişsən, artıq bu sənin üçün asan yola çevrilib də. Yəni, budur həyat. Sən həyatı belə anlayırsan. Həyatın anlamı budur sənin üçün. Hə, yəni, elə başa düşürsən ki, çörəyimiz var, biraz arxada pulumuz var, bir dənə də uşaq var. Həyat budur. Həyat o deyil axı. Həyat o deyil, bir gün sən xəstələnəcəksən. Bir gün sən ciddi xəstəlik tapacaqsan və yaxud şiddət görən qadına da deyirəm, şiddət göstərən kişi də xəstələnəcək. Deyə bilərsiniz ki, o güclüdür, o şiddət göstərən insanlara baxın, hansı yaşda, baxın, insultdur, ondan sonra paraliçdir, hansı bəylər tutur bu xəstəlikləri. Diqqət etsiniz, həyatına baxın, görəcəksiniz ki, həmin o insanlardır şiddət göstərən insanlar. Paraliç və yaxud insult olurlar və sonlara da ki, bax bu şəkildə bu da sənə həyat olur gedir. Yəni. İndi bir neçə nümunə gəldi gözümün qarşısından keçdi. Bəli, gördüm, anladım, hiss etdim. Həqiqətən heç bu yanaşmanı bilmirdim. Yəni əslində həqiqətən bir neçə nümunə üzərindən gözümün qarşısına keçdi. Həqiqətən də elədir yəni. Bəli, psixoloqların bir mənfi tərəfi odur ki, çox düşünürlər və başqa insanların görmədiklərini onlar görür deyə onlara çətindir biraz. Nə mənada ki, çox güclü olmalıdırlar. Yəni çünki sən başqa bir mövzunu, başqa bir məqamı hiss
hiss edirsən. Qarşı tərəf deyir ki, nə, sən nədən danışsan ümumiyyətlə. Biz bu tərəfdən çətinlik çəkirik, amma ki, adicə siz nə hiss etdinizi mən buradan hiss etdim ki, siz nə hiss edirsiniz. Mən onu danışarkən. Yəni bax belə bir bizim çətin tərəflər, sahəmizin çətin tərəfləri var. Bir tərəfdən də gözəldir də. Bir tərəfdən də sənin üçün belə deyim də, sən öz bilirsən ki, sənin başqa insanlara qarşı olan hissin, duyğun, hörmətin fərqlidir. Hə, bununla qürur duyursan, sevirsən insanları. Onlara kömək edirsən. Çünki bizim missiyamız var da, biz onlara kömək etmək üçün gəlmişik bu dünyaya və mən buna çox inanıram. Mən inanmaq bir tərəfə əminəm ki, son öhdəsindən də kifayət qədər gəlirsiniz, yəni bunu şahidəm bilirəm. Və Fəxan, dedi ki, şiddət olan ailələrdə bir də böyüyən övladlar var. Yəni, məsələn, elə mən yenə də üst qonşumuzdan nümunə çəkəcəm və yaxud da gördüyüm, indi biz uşaq vaxtı rayonda yaşamışıq, rayonda bizim qapı qonşumuzda və s. və ilaxır deyək ki, şiddət görərək böyüyən uşaqlar var. Bax, bu şiddət görərək böyüyən uşaqların psixologiyası gələcəkdə onları da şiddət göstərən bir adam eləyəcəkmi, yoxsa onlar sadəcə görüblər, mən bunu istəmirəm deyə biləcəkmi? Yox, eləyəcək, rastlaşacaqlar. Şiddət görən bir ailədən uşaq çıxırsa, bir insan formalaşırsa, əmin olun ki, bir dənə elə bir atası kimi biri çıxacaq ortaya. Çünki əzbəri odur da. Gördüyü odur. Gördüyü odur. Biz atalar söz var deyil, qurtdan quzu törəmir. Bəli, gördüyü odur, əzbəri odur. Fikirləşir ki, bəraət qazandıracaq ona, deyəcək ki, o biraz narahatdır, uşaqlıq travmalarına bağlayacaq biraz da, deyəcək onun uşaqlıq travmaları var, ona görə belə edir. Bir şəkildə bir bəraət qazandıracaq ona və onunla yaşayacaq. O bilmir ki, şiddətsiz həyat da gözəldir. O başa düşmür ki, o analiz etmir ki özündə, şiddətsiz həyat necə olur ümumiyyətcə? Mən şiddətə layiqəmmi? Yəni mənim səhvim, hətta belə də düşünə bilər insan, mənim səhvim hardadır ki, o insan bu həddi özündə toplaya bilib bu şiddəti mənə göstərmiş oldu da, yəni. Yəni insan bir öz içinə baxmalıdır. Bir özünə də baxmalıdır. Bəli, bəzən indi bilirəm xanımlar deyəcəklər ki, nə səhv etmişik ki, evimizdir, uşağımızdır, hər şey, yəni çalışırıq ki, hər şey yaxşı olsun. Mən başa düşürəm qadın. Həqiqətən başa düşürəm. Amma ki, hər münasibətdə bir tərəf o belə deyim də sizə bir incə məqamdır, bunu deyim. Bir tərəf empati hisslidir, digər tərəf yox. Bəli. Hə. O ki, o hiss olunur, onun yumşaqlıq tərəfi tutalım, bəydə da ola bilər, bu qadında da ola bilər. Onu ki, o qarşı tərəf hiss edir. Bax, onda artıq istifadələr başlayır. Amma niyə ki, məsələn, niyə bir hər şeyi bu qədər qəlizləşdirməkdə? Yəni, misal üçün, insan kimi davranmaq deyilən bir anlayış var da, insana qarşındakını, insana da insan olduğu üçün insan kimi davranırsan. Yəni, bir zəhmət qarşıdakı bunu həzm eləsin də, yəni. Bilirsiniz, yenə də bax, gəlirik, eyni məqama gəlirik. Bax, kim necə davranırsa, ondan elə davranıblar da, bildiniz necə? Ondan o gözünü açıb, o sözləri eşidib, o davranışı görüb, o yeməklərdən yeyib, bildiniz necə? Bildiniz necə? Yəni ona öyrəşib. Hə, güclü insanlar var ki, çevirirlər özlərini bir şəkildə, çalışırlar özlərində işləyib yeniləsinlər. Hə, onlarda da düzdür biraz yapay alınır, yəni biraz yapmacıq kimi alınır da, gəlin. İçi başqa olur axı ona görə. İç başqadır. Amma üzdə o qədər o şeyləri örtməyə, bastırmağa çalışır ki, artıq süyniliyi görsənir də, bildiniz necə. Yəni bunu elə etmək lazımdır ki, bizdə düşüncədə, insanlarda, yəni sən yeniyetməsən, gəncsən, universiteti bitirdin, qopmaq yoxdur da. Yəni necə, nə mənada qopmaq? Yəni biz adətlərə, ənənələrə, düz, səhv fərq etmir. Yəni situasiyaya görə davranmırıq, bildiniz necə? Situasiyaya görə davranmırıq, əzbərlərimizə görə davranırıq. Bizə nə təlqin olunubsa, ona əsasən davranırıq. Bəli. Məsələn, bir bəyə deyilə bilər ki, anası deyə bilər ki, məsələn deyirəm, örgədə bilər ki, bütün xanımlar yalançıdır. Bu bunu əzbərlətdi də, buna düzdür. Bu özü də analiz etməlidir ki, ola bilər ki, o anamın fikridir də, bütün xanımlar
yalançıdır. Bəlkə bu xanım fərqlidir. Mən fərqli situasiyaya görə davranım da. Yox. Eyni davranır deyə, bildiniz necə? Eyni. Əzbərləmək. Mən hər zaman deyirəm ki, uşaqlarınızı o şeir zat əzbərlətməyin. O əzbərçi olacaq, onun öz fikri olmayacaq, onun öz analizi olmayacaq. Ona görə də ona inanacaq. Bax, həmin o əzbərçi insanlar da var ki, bir fikrin üzərində davam edirlər, bildiniz necə? Yəni, özdə öz fərdi fikri, fərdi analizi, fərdi yanaşması, fərdi qərarlar yoxdur. Anam mən uşaqlıqda belə demişdi, atam belə demişdi, əmim də belə eləmişdi. Məsələn, bununla gedirik. Görürsüz, orada yenilik ola bilər. Yoxdur. Orada gözəllik, orada belə bir fərqli yanaşma. Fərqli nə ola? Nədən söhbət gedə bilər? Niyə görə deyirik kitab falan oxuyun, arada jurnal oxuyun? Mən deyəndə bəzən nə jurnal ay Vəfa xanım deyirlər. Jurnalımı dövrüdür. Jurnalımı dövrüdür, amma mən elə indi də jurnal oxuyuram. Çünki çox gözəl bir şeydir. Yəni niyə görə mən bunu deyirəm oxuyun? Ki analiziniz dəyişsin də biraz da fərqli yanaşmalarla. Məsələn, görürsüz, elə insanlar var ki, həmişə bir yolla gedirlər. Bəli. O birisi küçə də var, o tərəfdə var, o birisi yəni yox. Bir yolla gedir. O insanlar əzbərçi insanlardır. Əzbərçi insanda yenə də deyirəm, ona nə qoyulubsa, qabına nə qoyulubsa elə odur. Elə onu yeyə də davam edir. Yəni dəyişmədən, monoton, düpbədüz. heç nəyi belə deyə inkişaf elətdirmədən, ona belə gəlib belə də gedəcək. Ona görə də əzizim, hələ də şiddət bizim cəmiyyətdə davam edir. Çox təəssüf. Və iş yerlərində olan şiddətə gəlsək Vəfa xanım, çünki indi məsələn təbii ki, cəmiyyətimizdə bir tərəfdən yaxşı bir şeydir ki, çox insanlar işləyir. Yəni böyük kollektivlərdə bu və ya digər şəkildə freelans olaraq işləyənlər də var, amma onlar da təbii ki, yolları kimdənsə kəsişir mütləq şəkildə. İş yerində olan belə deyək şiddətə gəlsək, bir də heç kimdən asılı deyilik adi cəmiyyətdə gördüyümüz şiddətdən. Misal üçün belə deyək, qıza ən çox verilən sual, yaşın keçir, niyə evlənmirsən? Bəyə, nə gözləyirsən? Bu qızı niyə bəyənmədin? Anan sənə bunu tapmışdı. Bu da şiddətinmi bir növüdür? Bir mənalı şiddətdir bu. Bu bir mənalı şiddətdir. Çünki insanın orada hiss və duyğusu önəmli deyil. İnsan qarşı tərəf üçün. O deyir ki, sən bunu etməlisən. Yəni bir yerdə ki, sən bunu etməlisən var, o şiddətdir. Yəni mən istəyirəm şiddətin nə olduğunu tanıyaq öncə. Bilirsiniz necə? Bəzən deyirlər ki, anadır da çox istədiyindən oğlunu evləndirmək istəyir. Xeyr, şiddət göstərir. Bu şiddətdir. Yəni bəlkə o sən soruşdunmu ki, ay oğlum, sənin bir sevdiyin varmı? Və ümumiyyətlə sən o elə yetişdirməlisən ki, o özü seçim eləyə bilsin. Sənə ehtiyac duymasın. Onu seçmə ixtiyarı ver də, yəni. Bəli. Sənə ehtiyac olmasın ki, sən gedib nəyə görə seçirsən bilmirəm. Yəni ona görə seçib qızı gətirəsən ora evə. Və sonra da o başa düşsün ki, 3 aydan sonra, 6 aydan sonra bu deyil deyə, yəni. Və bir ömür möhtac olsun onunla yaşamağa. Bəli. Seçim azadlığı yoxdur ailələrdə, yəni. Yoxdur, tamamilə yoxdur. Çox təəssüf. Yəni yenə də bir neçə belə deyək nümunə gəldi gözümün qarşısından keçdi. Həkim olmalısan. Niyə? Qohumlarımız həkim demişdi. Qohumlarımızın çoxsu həkimdir, filankəsin. Bunun rəqabət göstərdiyi, düşüncəsində rəqabət göstərdiyi adamın, qohumun uşağı həkimdir. Bir gün efirdə canlı efirdə rast gəldim. Həkim deyir ki, anam istədi ki, mən həkim olum, mən də həkim oldum. O qədər utandım ki, heç olmasa bunu yaşamısan da, bunu birincisi o yaşa qədər çoxdan anlamalıydın ki, bu şiddətin bir növüdür. İkincisi ki, bunu yaşamısansa, ən azı bu canlı efirdə danışılacaq bir vəziyyət deyil də, durum deyil də. Yəni öz hüququm olmadan. Mən sual verirəm, o həkimlə nə həkim olacaq ki, bir şey ki, özünə görə seçməyib o sahəni də. Yəni ailə üzvlərinin istəyi ilə seçib olur. Ondan nə həkim olacaq? İnanın ki, o insanlara otağa girən kimi fərd kimi baxmayacaq. Empati hissində heç söhbət edə bilmərik. Elə ona pul kimi də baxacaq. Çünki onun missiyası pul qazanmaqdır. Çünki onu elə öyrədiblər ki, işdə həkimlər yaxşı qazanır, sən də yaxşı qazanarsan. Söz bitdi.
Amma insan orada qarşında ölür, qalır, nə hiss edir, artıq o önəmlidir. Çünki onun da hissləri önəmli olmamışdı da evdə, bildiniz Onun da necə? hissləri bastırılmışdı. İndi rəhbərlər deyirsiniz. Məsələn, basqıcı rəhbər. Basqıcı rəhbər özü də şiddət görüb də evdə. O şiddətdən çıxıb gəlib indi özünü bir şəkildə toparlayıb, yəni savadlanıb ola bilər, amma ki şiddət göstərirsə, mənəvi şiddətdən söhbət gedir. Nə bilim işçinin üstünə qışqırırsa, nə bilim, orada da indi sadalamayaq. O özü o davranışı görüb də. Yəni başqa davranışı görsəydi, başqa cür davranacaqdı. Onu görüb onu da edir. Onda belə deyək də, nə görmüşüksə onu göstəririk, eləmi? Aşaq gördüyün çalar. Bu oymuş. Bu oymuş əslində. Vəfa xanım, çox sağ olun. Təşəkkür edirəm. Çox gözəl izah elədiniz. Çox əslində belə deyək də, sizin həqiqətən danışdıqlarınızdan sonra həqiqətən şiddət anlayışına biraz yanaşmam fərqləndi, dəyişdi. Çünki mənim üçün, mən özümü etiraf edirəm. İndi siz deyirsiniz, bəlkə də etiraf olunmayacaq bir şeydir, amma mənə görə şiddət yalnız və yalnız bu döymək və s. bunlardan asılı idi. Amma elə siz dediyiniz kimi də adi bir sözlə demək özü belə, bunu mən istəyirəm, sən bunu etməlisən demək özü belə əslində bir şiddətdir. Hansı ki, biz o insana bir şəkildə bu şiddəti göstəriksə, sabahsı gün o da kiməsə ötürəcək. Bir mənalı. Elə deyək, özümüzü düşünməmişik, bari qarşımızdakı və sonrakı insanları düşünməliyik deyə düşünürəm. Bəli. Təşəkkür edirəm gəldiyinizə görə. etdim. Çox sağ olun, Sağ olun. çox xoş oldu. Belə əziz izləyicilər, növbəti podkastımızın sonuna gəldik, çatdıq. Bir daha qeyd etmək istəyirəm ki, studiyamda qonağım psixoloq Vəfa Rəşidova Dəmir bizimlə birlikdə idi. Şiddətdən və sərhədlərimizdən danışdıq. Düşünürəm ki, maraqlı oldu. Bəyəndinizsə, bir like edin və izləməyə alın ki, yeniliklərimizdən də xəbəriniz olsun. Yeni podkastlarda görüşərik.